Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun noyabrın 6-sında Ali Məhkəmədə təyin olunan iclası təxirə salınıb. Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi Facebook səhifəsində xəbər verib. Onun sözlərinə görə buna səbəb məhkəmə iclasına sədrlik edən hakim İlqar Qılıcovun Tofiq Yaqubluya geniş çıxış üçün söz vermək istəməsi olub. İlqar Qılıcov məhkəməni növbəti 3 həftə ərzində təyin edəcəyini bildirib. Tofiq bəy, görürəm siz geniş çıxış etmək istəyirsiniz. Bilirsiniz ki, Ali Məhkəmədə ancaq prosesual pozuntulara baxılır. Ancaq vəkillər də təsdiqləyər ki, Ali Məhkəmədə heç kimə çıxış üçün vaxt verilmir. Ancaq mən sizə bu imkanı yaradıram. Bugün həm də məhkəmələr çoxdur. Gəlin biz sizə növbəti 3 həftə içində bir cümə günü təyin edək və o gün rahat çıxış edin, hakim bildirib. Tofiq Yaqublu isə hakimə cavabında bunları deyib. Əgər elə növbəti həftədə gəlib aşağı instansiya məhkəməsindəki hakimlərin dediyini deyəcəksinizsə, elə indidən deyin. O hakimlərə bu qədər sübut təqdim edəndən sonra ləyaqətsiz və tərbiyəsiz olduqlarını boyunlarına aldılar. İlqar bəy, mən sizdən 1% yox, 0,1% ədalət və 0,1% ləyaqət və kişilik istəyirəm. Bu kifayətdir ki, mənim günahsız olduğumu etiraf edəsiniz. Milli Şuranın və Müsavat Partiyasının üzvü olan Tofiq Yaqublu bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin küllü miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. Özü isə ittihamları qurama sayır. Tofiq Yaqublu hökmə etiraz olaraq aprelin 1-dən mayın 10-una qədər aclıq edib. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.